Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetin tələbə və məzunları üçün əmək yarmarkası keçirilib. Yarmarkanın açılışında çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli bildirib ki, bu platforma tələbələrin universitetdə qazandıqları nəzəri bilikləri real iqtisadi mühitdə tətbiq etmələri və peşəkar fəaliyyətə ilk addımlarını atmaları baxımından mühüm imkan yaradır. Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Hasil Abbasov bildirib ki, əmək yarmarkaları və digər aktiv məşğulluq tədbirləri işsiz və iş axtaran şəxslərin, xüsusilə də gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. Bu kimi təşəbbüslər gənclərin ixtisaslarına uyğun vakansiyalara çıxış imkanlarını genişləndirir. İşə götürənlərin ixtisaslı kadrlara olan tələbatının operativ şəkildə qarşılanmasına şərait yaradır. Aktiv məşğulluq tədbirində 35 işə götürən tərəfindən 150-dən çox vakansiya təqdim edilib. İştirakçılara bu vakansiyalar üzrə iş yüktəlikləri barədə ətraflı məlumat verilib. Batıgöz klinikası olaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunmuş əmək yarmarkalarında aktiv şəkildə iştirak edirik. Burada əsas məqsədimiz kadr ehtiyatımızı daha da gücləndirmək və genişləndirməkdir. Biz master nömrə 1 tədris mərkəzi olaraq təklif edirik ki, digər müəssisələr də bu əmək yarmarkalarında iştirak eləsinlər. Çünki bizim yetərincə potensiallı tələbələrimiz var ki, onlar hal-hazırda arzuladığı işləri tapmaqda çətinlik çəkirlər. Ona görə düşünürəm ki, belə yarmarkaların təşkil olunması həmin tələbələr üçün əlçatanlıq yarada bilər və tələbələr bundan maksimum faydalana bilər. Müraciət edənlərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Yarmarkada Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə iştirak ediblər. İşsiz və iş axtaranlara həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib. Tədbir iştirakçılarına agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.